Usta yorulmuyorsun ha usta. Sağ olasın burada. İzleyen herkese salamlar. Yani bak çok hallarda, belə divarlarda əziz izləyicilər, dostlar və qardaşlar, yəni belə suallar verirlər. Bax belə nəmişkən olan divarlarımızda, gəl burada da bir ətraflı göstərim onu sizə, zəhmət olmasa. Bax, belə bir yerlərdə, çox var həyatın aşağı təbəqələrində, evin nəmişkən hissələrində, yəni şəhərimizin 70-80%'da nəmişkənlik olur. Yəni bax görürsünüz bunları. Yəni bunu çox vaxt bizim ustalarımız və yaxud da digər insanlar və görürsünüz bunun üzərindən bəzək işləyirlər, nəsə və yaxud da başqa bir şey tətbiq edirlər, yapışdırma. Amma olmaz. Bunu birinci dərəcədə nə eləməliyik? Bax, bir zəhmət olmasa, bax bizim bu divarlarda, divarlar çapılır, qəşəng çapılır, həmin o təbəqə təmizlənir. Təmizlənəndən sonra yuyulur, yəni binder vasitəsilə yuyulur. Sonra bu kilik, bunun fərqi yoxdur, qırmızı rəngi, göy rəngi, ağ rəngi. Yəni möhkəm bir şeydir, termoqlay kimi bir şeydir. Bundan divara tətbiq olunur, divar yıllarından sonra. Təbii ki, tətbiq olunma qaydasında elə belə yapışdırmaqdan olmaz. Yəni bunu anket, bax, probka şurupdan bunu şaibası da var. Bunu qoyuruq, bununla bərkilirik. Bunu qoyandan sonra setkanı vurup üstündən bundan bərkilirik. Yəni boş yapışdırmaqdan olmaz. Bunu da sizin diqqətinizdə çatdırır. Və bunu setkanı da bunun üzərindən tətbiq edəndən sonra əziz izləyicilər və dostlar, qardaşlar, yəni bunun üzərindən də ki, bax, setkanın üzərindən də ki, mağlı çəkilir. Yəni mətanətdən istifadə edirik, çəkirik. Mətanət də ki, tam quruyandan sonra onun üzərindən bəzək işləri görülə bilər. Amma ondan qabaq beləncə boş divarın üstündə işlətəndə nəmişkən olan yerlərdə yenə də oradan uzlama baş verə bilər və yaxud da ki, hətta oradan qopma təhlükəsi də var. Ona görə mütləq divarlarınızı işləyərkən, düzəltdirərkən, yəni o fərqi yoxdur. Bu tətbiqdən mütləq istifadə eləmək lazımdır. Diqqətiniz üçün çox təşəkkür edirəm, minnətdaram. Yəni lazım olsa bizdən də əlaqə saxlaya bilərsiniz və yaxud da yorumlarda fikirlərinizi bölüşə bilərsiniz. Təşəkkür edirəm.